أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Əziz və möhtərəm izləyicilər, Allahın salamı olsun sizə, rəhməti, bərəkəti olsun sizə. Hər vaxtınız xeyirli olsun. Dualarınız, ibadətləriniz qəbul olsun inşallah. Az sonra iftar edəcəksiniz, dua edəcəksiniz, bizi də unutmayın. İnşallah ki, xidmətinizdəyik yenə də Ramazan söhbətləri ilə. Bugünkü verilişimizin qonağı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Qaraçuxur məscidinin imamı Qurban Əliyevdir. Salamlayıram sizi, xoş gəlmisiniz. Xoş gəldiniz. Oruc namazınız qəbul olsun. Amin, Allah razı olsun. Bu mübarək ayda bizə də vaxt ayırdığınız üçün öncəliklə sizə öz təşəkkürümü bildirirəm. Allah razı olsun. Və Allahdan arzum, istəyim, duam budur ki, bu ay hər birimiz üçün xeyirli və bərəkətli eləsin. Amin, amin inşallah. Qurban müəllim, niyə ac qalırıq? Bax, Ramazan ayıdır, bəziləri düşünürlər ki, mən niyə ac qalıram da? Allah məndən niyə ac qalmağımı istəyir? Bunun hikmət, fəlsəfəsi nədir? Əvvəla onu deyim ki, Allah-u Teala öz qullarına qarşı çox rəhimli və mərhəmətlidir. Biz isə bunu hər zaman dilə gətirib deyirik. Çünki başladığımız hər işdə, hətta Quran-ı Kərim oxumağa başlayarkən belə ilk dediyimiz kəlmə nədir? Bismillahirrahmanirrahim. Yəni rəhimli, mərhəmətli Allahın adı ilə başlayırıq.
Allah Teala bizlərə bəzi şeyləri yaşayaraq hiss etməyimizi istəyir. Yəni niyə Ramazan, niyə savm, Bəli. niyə oruc, niyə aclıq? Bizə hər hansı bir meyvənin haqqında nə qədər teorik olaraq danışsalar, biz praktik olaraq o meyvəni kəsib yemədən onun dadını tam anlaya bilmərik. Bəli. Düzdürmü? Doğru. Biz ətrafımızda olan həqiqi mənada çətin vəziyyətdə yaşayan, əksər ehtiyaclarını ucbatından günlərlə bəlkə yemək yeməyən insanların halını qəzetdən də oxuyuruq. Sosial şəbəkələrdən də görürük. Televizorda da görürük. Dost tanışdan da eşidirik. Amma bu aclıq hissinin nə demək olduğunu həqiqi mənada anlamaq üçün bəzən az qalmaq lazımdır. Yəni unutmayaq ki, biz hansı rəsulun ümmətiyik? Acından günlərlə qarnına daş bağlayan bir rəsulun ümmətiyik. Amma bu gün Allah həmd olsun ki, ölkəmizdəki əməl-amanlıq sayəsində həqiqi mənada biz hələ o çətin bir vəziyyətə düşməmişik. Ki, yəni mən özüm heç vaxt acından qarnıma daş bağlamamışam yəni. Yəni bu Allahın bir rəhməti, bərəkətidir bizim üçün. Vətənimizdə olan əməl-amanlıq, xalqımızın həqiqi mənada biri-biri ilə paylaşma hissinin nə yüksək səviyyədə olması bu şeylərdən şükürlər olsun ki, bizi həqiqi mənada qoruyur. Doğru. Amma oruç tutarkən bəzən yay aylarında 14, 15, 16 saat az qalırıq. Bununla artıq biz az insanların nə çəkdiyini dərk edirik. O zaman insanda paylaşma hissi daha yaxşı inkişaf edir. Allah Resulü s.ə.v Ramazanda paylaşma haqqında deyir ki, kim bir oruçluya iftar verərsə, özü də o oruçlunun tutduğu orucun savabı qədər savabı qazanır. Amma tutanın da savabından azalmır. Həmin dövrdə kasıb olan səhabələrdən bəziləri deyir ki, ya Rasulallah, axı bizim müsəlman qardaşlarımıza ikram edəcək yeməyimiz, iftar verəcək imkanımız yoxdur. Hamımız aclıq və çətinlik içərisində yaşayırıq. Onda Rasulullah s.ə.v deyir ki, bir xurmanın yarısını belə bölüb versəniz, eyni savabı alırsınız. Yəni, burada paylaşmağa həqiqi mənada təşviq var. Yəni, biz az qalarkən 15-16 saat, günlərlə bəlkə az qalmış insanın keçirdiyi hissi keçiririk. Amma ikinci imtahan nədir burada? O az qalmış insanın yiyəcək yeməyi olmadığı halda az qalır. Bizim isə yiyəcəyimiz yeməyimiz olduğu halda az qalırıq. Biz Allah üçün az qalırıq. Biz səbr edirik. Önümüzə yemək var, amma onu yemirik. Gözləyirik. İftarın vaxtını güdürük. İftar vaxtı gəlsin, sonra açaq. Və artıq azlıq hissi insanda həqiqi mənada bir çox şeylərin doğrudan da görünməsinə səbəb olur. Yəni biz az qalarkən öz acizliyimizi dərk edirik. Qardaşımızın çəkdiyi əziyyəti az da olsa yaşayırıq. Paylaşma hissimizin həqiqi mənada inkişafına böyük bir dəstək olur. Və ən əsası biz Allah üçün səbr eləməyi, dözməyi, həqiqi mənada ondan gələcək savabın böyüklüyünə görə əzm göstəririk. Yemirik, içmirik. Niyə? Çünki Allahın vədi var. Ramazan ayını həqiqi mənada tutub tam günahdan təmizlənmək müjdəsi var. Savm, yəni oruç tutanlar üçün cənnətdə xüsusi bir qapı var, rəyyan qapısı var. Yəni. Hamımızın bu dünyada yaşama səbəbinin ən önəmlisi nə idi? Bizim əbədi olan həyatımızı bu dünyada qazanmaqdır. Baxın, biz bəzən insanlara kiçik baxmağa çalışırıq. Bu doğru deyil. Allahın Quranda ayəsi var. Deyir, və nəfəqtu min ruhi. Onu ruhumdan üflədim. Bəli. O qarşındakı insanın kim olduğunu heç bir zaman biz təyin edə bilmərik. Onu Allah təyin edir. Allahla onun arasındakı yaxınlığı özü və Rəbbi bilir. Nədir Allah Teala Qur'an-ı Kərimdə? İnna akramakum indallahi atqakum. Sizin ən üstününüz, ən xeyriniz Allahdan ən çox qorxanınızdır. Yəni bəlkə də o az qalıb əlini açıb Allahdan dua istəyən bir bəndəsi bu gün məndən belə üstündür. Məndən belə üstün ola bilər yəni. Allah onun duasını qəbul eləyər, mənim duamı rədd eləyə bilər. Biz az qalarkən o qarşımızdakı insanın, o anamızın, bacımızın, övladımızın, atamızın, qardaşımızın keçirdiyi hissləri keçirməklə onların halı ilə həmhal olmağa çalışırıq.
Yəni İslam alimləri və digər psixoloqlar və sosioloqların ortaya qoymuş olduğu sevgi haqqındakı teoriyalardan ən üstünü deyir ki, sevmək sevdiyin şəxsin halı ilə həmhal olmaq deməkdir. Yəni onun halını yaşayacaqsan, onun hiss etdiklərini özün də hiss etməyə çalışacaqsan, onun nələr qəlbindən keçirdiklərini duymağa çalışacaqsan. Allah Resulü s.ə.v məşhur bir hədisi var bu barədə. Müsəlmanlar deyir bir-birinə bağlanmış divar, hörülmüş kərpizlər kimidir. Necə ki deyir, sizin vücudunuza bir iynə batanda barmağınıza bütün bədən onu hiss edirsə, bir müsəlman başdan gələn hər hansı bir şeydə digər müsəlman hiss etməlidir. Yəni Allah Resulü s.ə.v nə deyir başqa hədisdə? Özü tox, qonşusu az yatan bizdən deyil. Bizdən deyil ağır sözdür. Bu ümmətdən kənarlaşdırır onu Resulü s.ə.v. Yəni mənim əgər ətrafımda, yaxınımda, tanıdığım, bildiyim və mənə həqiqi mənada gəlib deyiləndə ki, filan yerdə bir müsəlman qardaşımız və ya bir bacımız əziyyət çəkir, çətinliyi var, sıxıntısı var, mən ona laqeyd yanaşıramsa, demək ki, mənim imanımda problem var. Yəni mən onun halını hiss etmirəm demək ki. Yəni Ramazanda az qalmaqla mən onun keçirdiyi azlıqları bəzən günlərlə onun övladına verə biləcəyi bir çörəyinin olmadığını hiss edirəm artıq. 16 saat, 15 saat az qalmaqla onun yaşadıqlarını az da olsa mən də yaşayıram. Və bu həqiqətən də bəzi insanlara böyük bir ibrətdir, böyük bir dərsdir. Yəni Ramazanın sadəcə bu yönünü insanlar, bu az qalmaq yönünü sadəcə oturub həqiqi mənada düşünsələr, bu ayın içərisində ondan sabah ayın nə qədər böyük nemətlərin, bərəkətlərin olduğunu həqiqətən dərk edə bilərik biz. Qurban müəllim, məscidlərdə ümumiyyətlə insanların birliyi üçün, qardaşlığı üçün, səmimiyyət üçün hansı işləri görürsünüz? Bir məsələyə mən istəyirəm toxunam. Siz inşallah buna da toxunarsınız. Bəzi insan var, cəmiyyətlə qaynayıb qarışmır. Elə ancaq təkliyə çəkilmək istəyir, tək ibadətini eləyir və gözə görünmək istəmir, insanlarla ünsiyyətdə qalmaq istəmir, qaçmaq istəyir. Hətta bəzən olur sosial şəbəkələrdə elə bir şeylər danışırlar ki, insanlardan nə qədər uzaq oldum, daha rahat oldum filan. Bu kimi sözlər bilməm hardan tapırlar, danışırlar. Bax, buna aydınlıq gətirmək lazımdır ki, insanların bir yerə toplanması, cəm halında ibadət etməsi, xüsusən Ramazan ayında nəzərə çarpır. Bax, bunun nə qədər faydası var, önəmi var, əhəmiyyəti var, savabı var. Bax, buna toxunasınız. Demək, əvvəla onu deyim ki, sizin bax, əvvəldə dediyiniz mövzu ilə bağlı bunun çox elə əlaqəsi var. Niyə? Çünki biz qardaşımızla həmhal olmaq üçün onunla ən azından görüşməliyik. Bəli. Ondan halını, əhvalını soruşmalıyıq. Bunun da ən gözəl birləşmə nöqtəsi Allahın evidir. Yəni Allah Resulü s.ə.v deyir ki, cəmaatla qılınan namaz fərdi qılınan namazdan daha üstün, daha fəzilətlidir. Və hətta həftədə bir dəfə belə Allahın əmri var, cümə namazına toplaşmaq məsələsi var. Ramazan ayında isə bildiyimiz kimi həm Qədr gecəsi ehtimal olunan əhya gecələri var, həm son 10 gündə etikaf var. Üstəlik Ramazanın birinci günündən etibarən bu gün Respublikanın əksər məscidlərində iftar süfrələri açılır. Yəni bu bizim qaynayıb qaynaşmağımız üçün, birlik və bərabərlik içərisində yaşamağımız üçün böyük bir dəstəkdir. Önəmli bir haldır əslində. Çünki Allahın evləri ən güvənilir, ən inanılır, ən insanın huzur tapdığı bir yerdir. Yəni mən bunu dəfələrlə demişəm. Kimisə evinə üzrsən dəvətsiz getmək ayıbdır da, ədəbsizlikdir. Bəli. Amma Allahın evi həmişə qapısı. Allahın evinin qapısı hər kəsə açıqdır. Yəni biz bunu təcrübədən görmüşük. Məsəl üçün bizdə məsciddə artıq 18-ci ildir ki, bu ildə inşallah 18-ci Ramazanı qarşılayacağıq biz məsciddə. İnşallah olsun. Hər il Ramazan ayında 450-500 nəfər iftar süfrəsi açırıq biz. Və biz orada artıq soruşmuruq, sən hardan gəlmirsən, kimsən, nəçisən, nə işlə məşğulsan, bu şeylərdən uzaq olmaq lazımdır. İnsanlar özünü Allahın evində sərbəst və rahat hiss eləməlidir. Ora hamımızın ortaq getdiyi, rahatlıq tapdığı, huzur tapdığı bir evdir. Bu zaman artıq sən qardaşınla və yaxud da digər müsəlmanlarla münasibətdə səmimi olmağa çalışırsan və səmimi olduğun zaman da qarşındakı insanın hansı sıxıntı və çətinlik çəkdiyini öyrənə bilirsən. Doğrudur, bəli. Yəni biz orada iftar süfrələrində bərabər hamımız otururuq, dərdləşirik, söhbət edirik, nə ehtiyac var, nə çətinlik var, nə sıxıntı var, onları öyrənirik, qeyd alırıq, sonra onun həll olunması mövzusunda və yaxud da xüsusunda əlimizdən gələn nə lazımdırsa onu eləməyə çalışırıq. Əslində
hər bir yəni kəsin fərdi deyil də məsciddə cəmaatla ibadət etməsi İslamın əmrlərindən biridir. Çünki hamı Allahın evinə toplanmalıdır. Bir yerdə olmalıyıq. Birlikdə, bərabərlikdə rəhmət var, bərəkət var. Yəni bu bizim xalqımızın da, Azərbaycan xalqının da milli adət ənənəsində çox gözəl tətbiqatı var bunun. Çox gözəl tətbiqatı var. İstər Ramazanda, istər Ramazan xaricində, əvvəldə də qeyd etdiyiniz kimi, biz özümüzə yaxın bildiyimiz insanlara evimizə qonaq dəvət edirik. Bundan məqsəd nədir? Onun önünə bir qab yemək mi qoymaqdır? Xeyr. Onun onsuz da evində yeyəcək yeməyi var. Onun mənim yeməyimə ehtiyacı yoxdur ki. Biz onu ailəmizlə evimizə dəvət etməkdə məqsəd və qayəmiz onunla tanınmaq, halını bilmək, əhvalını öyrənmək, nəsə çətinliyi varsa sevincini bölüşmək, kədərinə şərik olmaqdır. Bəli. Məqsəd budur və Azərbaycan xalqının bu mövzuda həqiqətən də tarixə nəzər salsaq, digər xalqlardan daha çox üstünlüyü və praktikası var. Yəni sadəcə biz açıb oxuyub bizim özümüzün nə qədər dəyərlərə sahib olduğumuzu bəzən gözdən qaçırırıq. İslam dininin Əlimizdə nemət olanda qədrini bilmirik, ya fərqində olmuruq. Bəli. Çıxanda nemət baxırıq ki, biz nə itirmişik. Bax, bu da bunun bənzəri. Yəni birlik və bərabərliyin həqiqi mənada insana bəxş etmiş olduğu çox özəl bir xüsusiyyətləri var. Yəni düşün ki, məsciddə sənlə çiyin-çiyinə ibadət edən şəxsin sən kimliyini bilmirsən, amma onunla bərabər oturursan, bir süfrənin arxasında, məscidin içərisində bir xurmanın yarısını ona versən, yarısını özün iftarını açırsan. Nə gözəl görüntüdür bu. Bəli, bir belə deyə 0.5 litr suyun bir stəkanını o içir, bir stəkanını sən içirsən. Yəni paylaşmaq, qardaşın halı ilə həmhal olmaq istəyiriksə, biz təkliyə çəkilməyəcəyik. Biz cəmaatın içində olacağıq. Cəmaatla ünsiyyətdə olmalısan. Cəmaatla birlikdə, bərabərlikdə olmalısan. Çünki birlik və bərabərlikdə rəhmət var, bərəkət var dediyim kimi. Yəni təkrar bunu deməkdə məqsədim insanların Quran-ı Kərim təbliğ və dəvət metoduna uyğun olaraq tərbiyələnməsidir. Allah Teala dəfələrlə Quran-ı Kərimdə bizə xatırladır. Dəfələrlə deyir ki, o sizin açıq-aşkar düşməninizdir şeytan haqqında. Əduvvun mubin. İnnehu lekum aduvvun mubin. Elə deyilmi? Dəfələrlə xatırladır bunu bizə. Şeytan aramıza girməməlidir bizim. Biz imkan verməyəcəyik ki, müsəlman qardaşımızla aramıza şeytan girib bizi ayırsın. Ata-babadan gözəl bir söz var bizim atalarımızın. Deyir, sürüdən ayrılan quzunu qurd qapar. Mütləq. Siz bu sözün hədisə dayandığını bilirsinizmi Allah Rasulunun hədisində? Allah Rasulunun hədisi var bu mövzuda. Qardaşınızı tək qoymayın deyir. Onu şeytana buraxmayın. Cəmaata dəvət edin, təşviq edin. Bir yerdə olun. Yəni mən qıraqda çəkilib otursam, mən bilməyəcəm axı ki, mənim qonşum hansı vəziyyətdə yaşayır. Mən bilməyəcəm mənlə bərabər məsciddə cümə namazı qılan və ya 5 vaxt namaz qılan hansısa bir müsəlman qardaşımın evində nələr baş verir. Mən onu bilməyəcəm. Amma qiyamət günü Allah Teala məndən o hesabını soracaq. Sənin bu qardaşının bu sıxıntısı var, sən onun üçün nə etdin, nə elədin? Yəni paylaşmaq, bölüşmək, həmhal olmaq və həqiqi mənada onun çəkdiyini, istər azlıq, istər susuzluq, istər dərd, istər sıxıntı nə olursa olsun, bunun birlik və bərabərlik içərisində yaşam halında biz görə bilərik. Yəni möminə xas bir baxış var. Mömin Allahın nuru ilə baxır, müəllim. Qarşındakı insana Allahın ona bəxş etdiyi iman gözləri ilə baxır. O artıq onun qəlbinə nüfuz edir. Onun dərinə şərik olmağa çalışır. Yuxarıdan aşağı baxmır ona. İstehza ilə baxmır ona. Biz Allahın hədlərini qoruduğumuz müddətcə Quran və Allah Resulü s.ə.v hədisləri və Əhl-i Beytin yaşadığı həyatı yaşamağa çalışsaq, insanlar aramızda münasibətin necə dəyişəcəyin fərqinə vara bilərik. Açıq-aşkar özdə. Sadəcə biz qırağa çəkilirik. O məşhur sözlər vardı. Bizə digər sağlam olmayan ideologiyalar tərəfindən yer edilmiş ki, onun dərdinə mənə nə? Mən sağ olum, başqası mənə dəyməyən ilan 100 il yaşasın falan. Bu kimi şeylər İslamda yoxdur. Millət necə taracı olur? O bizim, bəli, yəni o bizə aid deyil. O məfhum bizim xalqımızın da milli mənəvi dəyərlərinə ziddir, İslama da ziddir, Qurana da ziddir, hamısına ziddir. Biz birimizin dərdi ilə dərdlənməliyik. Biz bunu yaxın gələcək, bu gün gənclərimizin gördüyü ən yaxın gələcəkdə biz bunu harada yaşadıq? Qarabağ müharibəsində. Bir vücud kimi bu xalq bərabər olmadı mı? Arxa ön cəbhə bir-biri ilə mütəmadi, sıx şəkildə çalışmadı mı?
Nə qədər analarımız, bacılarımız əlləri ilə yemək bişirib göndərdi ora. Nə qədər insanlar evindən, eşiyindən ərzaqını, yorğanını, döşəyini, isti paltarını, əlcəyini, naskısını göndərmədi məskərlər. Yaşlı annənin o Bəli. təqaüdünü Hamısını, göndərməsi. bəli, əlbəttə ki. Yəni biz bunu görmüşük, biz bunu yaşamışıq. Bunun həqiqətən də üzərimizdə böyük təsirləri var. Yəni İslam, din, Quran insanlara başqalarının yaşadığı şəkildə deyil, Allahın Rəsulunun, Əhl-i Beytin yaşadığı şəkildə dəvət və təbliğ edilməlidir. Biz onda həqiqi İslamın, həqiqi Quran ayələrinin insanlar üzərində necə təsir göstərdiyini şahid ola bilərik. Yəni bizim də ən önəmli problemlərimizdən biri nədir? Müəllim, açıq deyim. Allah Teala Quranda bizə nə deyir? Deyir: "Limə təqulunə mə la təf'alun." Nə üçün etmədiyinizi deyirsiniz. Bax, biz oxuduğumuz Quran ayələrinə və Allah Resulü s.ə.v-in həyatında olan yaşanmışları, hədisləri, Əhl-i Beytdən nümunə çəkərkən qarşımızdakı insana, onu öz həyatımıza tətbiqatda çətinlik çəkirik. O çətinlik ucbatından da sözümüzün gücü və təsiri qalmır. Niyə? Çünki onu yaşamırıq özümüz. Doğru. Yaşandığın zaman sən onu anlayacaqsan. Yəni birisi gəlib mən övladımı itirmişəm deyəndə Rasulullah s.ə.və Allah Rasulullah s.ə.v baxdı üzünə dedi ki, mən 6 övladımı əlimlə dəfn eləmişəm. Övlad atısı nədir mən bilirəm. Yəni bu Ramazanda az qalmayandan sonra, biz savımı, orucu tutmayandan sonra ha qardaşım acından orada günlərlə qalsın, əziyyət çəksin, mən onu son dərk etməyəcəm. O mənə dərdini nə qədər anlasa mən anlamayacam. Bəli. Bu reallıqdır. Onu yaşamaq lazım deməli. Yaşayanda insan özü qarşındakini də anlayır, başa düşür və çalışır ki, o yaşadığını tez bir zamanda çətindən çıxması üçün hər şeyini versin. Yəni biz görməmişik. Bu ümmətin, bu dinin ayaqda qalması üçün hər şeyini verənləri görmədiyimi biz oxuyalım. Bu xalqın qələbə çalması üçün, bu xalqın düşmən qabağında əyilməməsi üçün yurdunu, yuvasını, hər şeyini fəda edən analarımızı, atalarımızı, dədələrimizi, babalarımızı canlı fəda edən gənclərimizi görmədikmi Oqtay müəllim? Niyə bax, niyə? Məndən ayrı bir ailəyə, ayrı bir bölgəyə sahib olan gənc, 19-20 yaşında gənc Azərbaycan övladı niyə canlı verdi Qarabağda? Mən rahat yaşayayım deyə. Siz rahat yaşayasınız deyə. Mənim övladım, sizin övladınız, bu ümmətin, bu xalqın övladı azad rahat yaşasın deyə. Tanıyırdı o bizi? Tanımırdı. Amma birlik, bərabərlik budur. Bərabər paylaşmaq bundan ibarətdir. Mən də müsəlman qardaşımı tanımıram. O ayrı bölgədəndir, mən ayrı bölgədən. Amma onun çəkdiyi azlığı mən oruç tutaraq Ramazan ayında hiss edirəm ki, o nələr keçirdir. Onu dərk etdiyim zaman, mən iftar süfrəsinə oturanda önümdə çeşid yeməkləri görüb, onun süfrəsində yiyəcək bir şeyin olmadığını onda dərk edirsən. Onda əlin yeməyə uzanmır, yox, onda qaşıq titrir əlində. Onda yemək düyümlənir boğazında, uda bilmirsən. O zaman həyatın necə olduğunu, İslamın necə möhtəşəm bir din olduğunu dərk edirsən. Məsələ budur. Bəli. Qurban müəllim, o qədər həssas məsələyə toxundunuz, o qədər və gözəl izah etdiniz. Hava, su kimi vacib olan bir məsələlər idi, danışdınız. Mən sizə minnətdaram, həm gəldiyiniz üçün, həm də belə gözəl söhbətlərinizə görə qəlbə məlhəm söhbətləri idi bu həqiqətən də. Allahdan bəli, Allah bizə sağ olun. Var olasınız, sağ olun, ibadətləriniz qəbul olsun bir daha. Əziz və möhtərəm izləyicilər, paylaşın, bölüşün, qardaşlıq edin, vəhdət edin, bir-birinizlə həmdərd olun, əziz və möhtərəm izləyicilərimiz. Proqramımız yenə də inşallah davam edəcək sabah. Görüşəndə də sağ olun. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber.
أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمد رسول الله أشهد أن محمد رسول الله أشهد أن أمير المؤمنين عليا ولي الله أشهد أن مولانا أمير المؤمنين عليا حجة الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير الأعمال حي على خير الأعمال الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله وصلى الله على سيدنا محمد وآله وسلم بسم الله الرحمن الرحيم اللهم ارزقني فيه رحمة الأيتام وإطعام الطعام وإفشاء السلام وصحبة الكرام بطولك يا ملجأ الآمنين. 8-ci günün duası. Allahım, bu ayda mənə yetimlərə mehriban olmağı, acılara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə
oturub durmağı nəsib et. Ətalarına xatir, ey arzu edənlərin sığınacağı. يا علي يا عظيم يا غفور يا رحيم يا علي يا عظيم يا غفور يا رحيم أنت الرب العظيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير الذي ليس كمثله شيء وهو السميع البصير يا علي يا عظيم يا غفور يا رحيم أنت الرب العظيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير الذي ليس كمثله شيء وهو السميع البصير وهذا شهر عظمته وكرمته وشرفته وفضلته على الشهور وهو الشهر الذي فرضت صيامه عليه وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان وجعلت فيه ليلة القدر وجعلتها خيرا من 1000 شهر فيا ذا المن ولا يمن عليك من علي بفكاك رقبتي من النار في من تمن عليه وأدخلني الجنة وأدخلني الجنة برحمتك يا أرحم الراحمين. Bağışlayan və mehriban Allahın adıyla. Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O eşidən və görəndir. Bu Ramazan ayı sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruç tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. O elə bir aydır ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda Qədr gecəsini yerləşdirib, onu 1000 aydan xeyirli və üstün etdin.
Ey minnət sahibi, sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhimlisi. Sənsən böyük Allah. Bismillahirrahmanirrahim. Allahumma adkhil ala ahlil kuburi surur. اللهم أغني كل فقير. اللهم أشفي كل جائع. اللهم اكسو كل عريان. اللهم اقضي دين كل مدين. اللهم فرج عن كل مكروب. اللهم رد كل غريب. اللهم فك كل أسير. اللهم أصلح كل فاسد من أمور المسلمين. اللهم اشفي كل مريض. اللهم سد فقرنا بغناك. اللهم غير سوء حالنا بحسن حالك. اللهم اقضي عنا الدين وأغننا من الفقر. إنك على كل شيء قدير. İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acıları doyuzdur. İlahi, paltarı olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərinin fasidlərini islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, sən hər bir şeyə qadirsən.